Helpdesk dərsimizin 3-cü bölümünə xoş gəlmisiniz. Bugünkü dərsimizdə hardware və software haqqında bəhs edəcəyik. Hardware aparat təminatı deməkdir, software də proqram təminatı deməkdir. Aparat təminatı və proqram təminatı helpdeskin iki əsas qrupudur. Gəlin görək hardware və software nədir? Hardware, yəni aparat təminatı kompüterin və ya cihazın toxunula bilən fiziki hissələridir. Məsələn, prosesor, anakart, yaddaş modulları, sərt disk və s. Yəni gözlə görülə bilən və əllə toxunula bilən hissələr kompüterin aparat təminatına aiddir. Funksiyası da ondan ibarətdir ki, kompüterin işini təmin etmək üçün lazım olan fiziki infrastrukturu təmin edir. Dayanıqlılığı da, yəni aparat təminatı adətən vaxt ilə köhnələnə bilən və mexaniki aşınmaya məruz qala bilən hissədir. Yəni belə deyək, bizim bir kompüterimiz var, artıq vaxt ilə həmin aparat təminatı köhnəlir və mexaniki aşınmaya məruz qalır onu biz işlətdikcə və beləliklə sıradan çıxır. Proqram təminatı, yəni software isə kompüterdə və cihazda işləyən proqramlar və tətbiqlərdir. Gündəlik istifadə etdiyimiz proqramlar, əməliyyat sistemi, tətbiqi proqramlar, driverlar və s. Bu da proqram təminatda gözlə görülə bilmir, əllə toxunula bilmir, amma kompüter ekranında görünən və istifadə edilə bilən hissələrdir. Funksiyası da ondan ibarətdir ki, donanımın, yəni aparat təminatının düzgün işini və istifadəçi ilə qarşılıqlı təsirini təmin edir. Dayanıqlılığı da proqramlar zamanla yenilənə, yəni update oluna bilir və inkişaf etdirilə bilər, amma fiziki aşınmaya məruz qalmır. Yəni ki, proqramlar update olunur, yenilənir, güncəllənir və beləliklə inkişaf edilir, amma aparat təminatı kimi onlar fiziki aşınmaya məruz qalmır. Yəni beləliklə də hər iki komponent kompüter sisteminin düzgün işləməsi üçün vacibdir və bir-birini tamamlayır. Bir sözlə donanım, yəni aparat təminatı kompüterin bədənidirsə, yazılım, yəni proqram təminatı onun ruhudur. Kompüterin aparat təminatının teoriyası da belədir. Gördüyünüz burada monitor, klaviatura, mouse və speaker, yəni səs uzaldanlarımız mövcuddur. Bunların hər biri bizim кейsimizə, yəni el arasında buna prosesor deyirlər, amma bunu demək doğru deyil. Bu sadəcə bir qutudur. Prosesorun nə olduğunu birazdan sizə izah edəcəyəm. Yəni bunların hər biri bu кейsə taxılır. Кейsin içərisində nələr daxildir? Power supply, yəni PCU, yəni ki blok pitanya rus dilində, yəni qida bloku. Daha sonra DVD-ROM, yəni diskovod. Daha sonra mainboard, yəni ana plata, mat plata da deyilir. CPU, yəni dediyim CPU prosesor budur. Daha sonra prosesoru soyutmaq üçün olan cooler, yəni fan. RAM-larımız, video kartımız, səs kartlarımız, xarici yaddaş qurğularımız və yaxud da digər giriş-çıxış qurğularımız, yəni portlarımız bizim кейsimizə daxildir. Bu da gördüyünüz kimi proqram təminatına aid müxtəlif proqramlardır. Yəni bunu da keçək üstündən. Bəli, case dediyimiz, yəni boş bir qutudur. Bu gördüyünüz casedir. Korpus, case və yaxud da body deyirlər. Korpus bütün hissələri özündə cəmləyən fiziki qutudur. Korpus seçərkən ölçüsü, yəni ATX və yaxud da MATX ölçüləri vardır ki, bunlardan da bəhs edəcəyəm. Yəni hava axını, soyutma dəstəyi, material keyfiyyəti nəzərə alınmalıdır. Bu gördüyünüz bizim CPU, yəni prosesor dediyimiz hissə budur. Bu prosesorda bizim emal proseslərimiz, riyazi əməliyyatlar, hesablama sistemləri, yəni bütün əmrlər bu prosesorun içərisində olur. Buna da CPU deyirlər, yəni mərkəzi prosesor bloku, ingilis dilində Central Process Unit deyirlər. CPU kompüterin beyni adlanır, bütün hesablamalar, əmrlər icrası və proqramların işlədilməsi buradan idarə olunur. CPU-nun əsas funksiyası verilmiş tapşırıqları mümkün qədər tez yerinə yetirməkdir. Yəni mühüm göstəriciləri vardır ki, hansı nüvə sayı, cores, sürəti, gigahertz, megahertz, yəni bir sözlə desək herzlə ölçülü və keş yaddaşdır. CPU-nun da digər göstəriciləri vardır ki, hansı ki onun mərtəbəliliyi, daha sonra takt tezliyi, bunlardan da gələn dəstədə bəhs edəcəyəm. CPU-nun məşhur istehsalçılarından da Intel, AMD şirkətləri mövcuddur. Yaxın bir vaxtda da Nvidia-da prosesor yaratmaq üzrə bir xəbər yayınlamışdı. Yəni belə. Daha sonra bu gördüyünüz bizim ana platamız, yəni mat plata deyirlər. Yəni və yaxud da ana lövhə də deyirlər buna. Bunun üzərində bizim digər qurğularımız yerləşir. Məsələn, burada gördüyünüz hissə bizim
prosesorımızın və ya göstərdiyimiz CPU-nun taxıldığı yerdir və bunun üzərinə də bizim kullerimiz, yəni bunu soyutmaq üçün olan fanımız və ya ventilyatorumuz yerləşir. Bu ventilyatorun da onun soketi, yəni kabeli bura taxılır, burada enerjini təmin edir. Burada gördüyünüz bizim şimal körpümüz, burada cənub körpümüz. Daha sonra burada bizim video kartımızın taxıldığı slot. Burada PCI slotları, PCI Express slotları, bunlara da məsələn səs kartları var. Daha sonra Wi-Fi kartları və digər bəzi komponentlər taxılır. Daha sonra burada bizim giriş-çıxış, yəni input-output konnektorlarımızın olan portlardır. Daha sonra burada bizim kondensatorlar, yəni kapasitorlarımız mövcuddur. Burada da bizim 24 pinli ATX power connector, yəni konnektorumuz mövcud, yəni bu slot mövcuddur, hansı ki bura enerjinin gəldiyi mənbədir. Daha sonra burada CMOS baterikamız var. CMOS baterikası nədir? Yəni qısa üstündən keçib bunun ətraflı videosu olacaq. Məsələn biz kompüteri müəyyən enerji ilə təmin eləyir. Yəni kompüter söndükdən sonra da bu nə üçün lazımdır? Məsələn biz kompüteri indi söndürürük. 2 saat sonra məsələn yandırırıq kompüteri. Kompüterin saatı isə yəni həmin olduğumuz vaxtı göstərir. Bu da CMOS baterikasının kompüterə ötürdüyü enerji vasitəsilə olur. Daha sonra da burada bizim SATA konnektorlarımız var, hansı ki hard diski və ya SSD-ni ana plataya taxmaq üçün. Belə burada da RAM slotlarımız mövcuddur. Yəni bu qədər. Yəni çox da başınızı yormaq istəmirəm bunlarla. Əsas hissələri keçsin. Ətraflı onsuz da izah eləyəcəyəm gələn dərslərdə. Daha sonra anakart kompüterin əsas lövhəsidir. Bütün digər qurğular bu lövhəyə qoşulur. CPU, RAM, GPU, hard disk, SSD, PC və digər birbaşa və ya dolayı yolla anakarta bağlanır. Yəni birbaşa və dolayı yolla burada nədir? Məsələn burada slot var, RAM slotumuz. RAM slotlarımızı, RAMları bunun üzərinə taxırıq. Bu birbaşa taxılma adlanır. Dolayı yolla taxılmaq isə, məsələn biz bura xarici yaddaş qurğusunu müəyyən kabel vasitəsilə bura taxırıq və bu da dolayı yolla taxılmış olur. Anakart üzərində olan chipset, BIOS, UEFI, SATA M2 portları, USB portları, PCI Express yolları yerləşir. Anakart olmadan kompüterin qurğuları bir-biri ilə əlaqə qura bilməz. Burada gördüyünüz bizim RAMlarımızdır. RAM operativ yaddaş deməkdir. Yəni Random Access Memory proqramların və sistemin işləməsi üçün müvəqqəti yaddaş sahəsidir. Məlumatlar burada müvəqqəti saxlanılır və kompüter söndükdə silinir. Yəni nə qədər çox RAM varsa, kompüter bir o qədər çox işi eyni anda görə bilir. Yəni multitasking rejimi deyilir buna. Yəni RAMların müxtəlif ölçüləri olur. 4 GB, 8 GB, 16 GB və s. Yəni Lorenz-də belə izah edeyim ki, RAM məsələn bizim bir Word sənədimiz açmışıq, Word sənədində yazı yazmışıq, amma biz bunu save eləməmişik, yəni yaddaşda saxlamamışıq. Yazdığımız məlumat birbaşa əvvəlcə RAM-da yaddaşda saxlanılır. Amma biz onu save etdikdə isə həmin məlumat, yəni yazı RAM-dan birbaşa xarici yaddaş qurğusunda yaddaşda saxlanılır. İndi gəlir SSD və hard disklərin qarşılaşdırılmasına. Bunlar daimi yaddaş qurğularıdır. Hard disk mexaniki diskdir. Məlumatlar fırlanan diskdə saxlanılır. Gördüyünüz burada hard diskdə müəyyən metal disklər mövcuddur. Məlumatlarımız bu disklər üzərində yerləşir. Oxunması da bu hissə vasitəsilə bunlar dönür. Bu da məlumatları buradan oxuyur. Hard disklər ucuzdur, lakin yavaşdır. Daha sonra SSD, yəni Solid State Drive. Bu da SSD-nin iç hissəsi belədir. Elektron əsaslıdır, məlumatlara çox sürətli çıxış imkanı verir. Bahadır, lakin performans yüksəkdir. Burada gördüyünüz platalar mövcuddur. Yəni SSD-də məlumatlar bu platalarda yaddaşda saxlanılır. Təbii olaraq da ki, hard diskdən daha sürətlidir. Kompüterin sistem sürətini və proqramların açılma vaxtını əsasən SSD müəyyən eləyir. Daha sonra bu gördüyünüz bizim video kartımızdır, yəni xarici video kart. Məsələn, Nvidia-nın RTX var, GTX var və yaxud da AMD-nin müxtəlif ekran kartları vardır. Yəni GPU, qrafik kart və yaxud da video kart. Qrafik kart əsasən vizual işləmələri, oyunlar, video redaktor, 3D proqramlar həyata keçirir. İki növü vardır. İnteqrə olunmuş və ayrı, yəni dedicated GPU-lar. İnteqrə olunmuş nədir? Məsələn, biz kompüterdə deyirlər, məsələn, bunun xarici video kartası yoxdur. Bu zaman bu inteqrə olunmuş
video kart olur içərisində. Yəni CPU ilə birlikdə gəlir, zəifdir, amma enerji qanadlıdır. Amma ayrı olan çiplər, məsələn Nvidia-nın RTX var, GTX var, AMD-nin müxtəlif ekran kartları var. Deyirlər məsələn xarici ekran kartası var bunu. Bunlar da müstəqil işləyir. Yəni video kart özü müstəqil işləyir və daha güclüdür. Oyun və dizayn üçün vacib hissədir bu ekran kartları. Daha sonra gördüyünüz bu power supply, yəni PCU, kompüterin müəyyən hissələrini enerji ilə təmin edən qurğudur. Yəni PCU, yəni power supply unit deməkdir. Yəni güc bloku, blok bir dənə də deyilir buna, qida bloku da deyilir buna. Yəni PCU elektrik enerjisini kompüterin ehtiyacına uyğun voltajlara çevirərək hissələrlə ötürür. Keyfiyyətsiz PCU'lar var. Bu da sistemin stabil işləməsinə mane olur. Hətta keyfiyyətsiz PCU'lar hissələri zədələyə bilər və sıradan çıxmasına gətirib çıxada bilər. 3 növü var bu PCU-ların. Modulyar var, yarı modulyar var, qeyri-modulyar var. Yəni PCU haqqında da ki, ətraflı məlumatı digər dərsimizdə izah eləyəcəyəm. Daha sonra fan, yəni cooler, CPU-nu və yaxud da video kartını soyutmaq üçün istifadə olunan qurğudur. Bu gördüyünüz ən sonuncu çıxan, yəni liquid maye soyutma sistemidir. Bunun içərisində maye keçir və bu maye sayəsində də soyutma işləmini həyata keçirir. Soyutma qurğuları fan, radiator, liquid cooling olaraq 3 növü var. CPU, GPU və digər hissələr işləyərkən istilik yaradır. Bu istilik soyuducu qurğularla azaldılır. Ən sadə soyutma üsulu fan, yəni ventilatordur. Daha effektiv üsullar liquid soyutma sistemləridir, yəni maye soyutma sistemləri. Soyutma sistemləri kompüterin stabil və səssiz işləməsinə kömək eləyir. Yəni bugünlük dərsimiz bu qədər idi. Digər dərsimizdə görüşmək üzrə. Sağ olun, salamat qalın.